Təbii kompleks, təbii zonalardır. Təbii zonalara baxaq, təbii zonalar haqqında məlumat əldə eləyək. Deməli, burada təbii zonalar haqqında danışanda birinci təbii kompleksdən danışacağıq. Təbii kompleks nədir? Təbii kompleks ümumiyyətlə bütün ətraf mühit bir-biri ilə əlaqəlidir. Yəni mühitin bir-birinə əlaqəli olması, bir-biri ilə asılı olması canlı orqanizmin elə bu təbii kompleksin əsas belə deyək də xüsusiyyətidir. Ağac məsələn torpaqsız ola bilməz, balıq susuz ola bilməz. Yəni bunlar mümkün deyil də. Yəni bu təbii komplekslərdə əsas belə deyək də aparıcı xüsusiyyət budur ki, bunlar bir-birindən əlaqəli olur. İndi burada məsələn heyvanlar, bitki və onları əhatə edən mühit, yəni su, hava, torpaq, süxurlarla birlikdə təbii kompleks əmələ gətirir. Yəni necə? Burada tutaq ki, heyvanlar var, bitkilər var, torpaq var, su, hava, süxur. Yəni bütün bu ətraf aləmi, mühiti görürsənsə, məsələn canlıların yaşadığı bu mühit təbii kompleksdir. Təbii komplekslər məsələn relyef, süxur, su, iqlim, bitki, heyvanat aləmi, torpaq örtüyü kimi təbii komponentlərdən ibarətdir. Yəni təbii kompleks təbii komponentlərdən ibarət. Bu təbii komplekslərə yenə deyirəm torpaqdır, sudur, heyvanat aləmidir, bitkidir, relyefdir və digər belə deyək xüsusiyyətlər daxildir. İqlim komponentinin belə deyək də gözlə görmək olmasa da, yəni bunun formalaşmasında aparıcı roldur iqlim komponenti. Təbii komplekslərin ümumiyyətlə ölçüləri fərqlidir. Ən nəhəngi yadda saxlayın təbii zonadır. Onlar ekvator xətti boyu paralel olaraq zolaq şəklində yerləşir. Təbii zonalara misal olaraq savanna, səhra, meşə, tundra, çöl və sair göstərmək olar. Yəni ən böyük təbii kompleks təbii zonadır. Təbii komplekslərin özünə məxsus iqlim, torpaq, bitki örtüyü, heyvanat aləmi olur. Təbii komplekslərin zahiri görünüşünə görə bitki örtüyü ilə fərqlənir. Məsələn, meşə ağaclarla, çöl otlarla fərqlənir. Səhra bitkisiz olması ilə səciyyəvidir. Yəni hər bir təbii kompleksin özünə məxsus xüsusiyyətləri var. Canlılar aləmi var, bitki örtüyü var, torpaq örtüyü var. Sonra iqlimi var. Hər bir təbii kompleks bir-biri, bitki və heyvanat aləmi orada mühitə uyğunlaşmışdır. Yəni hər bir komponentdə, təbii kompleksdə hər bir komponent ora uyğunlaşır. Məsələn, tundra, səhrada daha az mənimsənilir insanlar tərəfindən. Çöl, yarpaqlı, savanna insanlar tərəfindən daha çox məskunlaşmış ərazilərdir və xeyli də dəyişilib. Coğrafi qurşaq var. Coğrafi qurşaqlar yer səthində enlik zolaq üzrə ən böyük fiziki coğrafi bölgüdür. Yəni coğrafi qurşaqlarda iqlim qurşaqları ilə üst-üstə deməli təxminən düşür. Çünki coğrafi qurşaqlarda temperatur və yaxud da müxtəlif rütubətlənmə şəraiti də fərqli olur. Məsələn, ona görə coğrafi qurşaqların daxilində təbii zonalar da təbii ki, əmələ gəlir. Yəni qurşaq coğrafi belə deyək də təbii zonalar yayılır. Təbii zonalar bəs nədir ümumilikdə daha dəqiq desək, oxşar temperatura, rütubətə, şəraitə, eyni növ torpaq örtüyünə, bitki örtüyünə, heyvanat aləminə malik olan bir sistemdir. Ekvatordan qütblərə doğru istilik, rütubətin dəyişməsi nəticəsində bu zonalarda təbii ki, dəyişir, yadınızda saxlayın. Onlar arasında keçid zonalar əmələ gəlir. Bu zonalarda iqlim şəraiti il ərzində xeyli dəyişir və bitki heyvanat aləmində əsasən təbii zonalardan fərqlənir. Yəni bunlar həm bitki örtüyünə görə, həm heyvanat aləminə görə, həm torpaqlarına görə və digər xüsusiyyətlərə görə bir-birlərindən fərqlənirlər. İlk olaraq biz bu səhraların harda yerləşir, təbii zonası, onu haqqında məlumat verəcəyik. Deməli, bu səhraları əsasən Arktik və Antarktik ərazilərini əhatə edir. Qütbə yaxın əraziləri fikir verin, əraziləri əhatə edir. Burada sərt iqlim şəraiti, bitkinin çox kasıb olması, yayda belə deyək də bəzi buzdan ərimiş buzların ərimiş vahələr çıxır ki, səthdə. Orada şibə, yosun, mamır kimi belə deyək də canlı bitki orqanizm çıxır. Antarktidada da bunlar vahə adlanır. Canlıları da demək olar ki, məsələn, suiti, morj, ayaq, cənub pingvinləri və s. daxildir. Bunların qalanına siz özünüz baxacaqsınız. Deməli, burada əsas xüsusiyyət bunun nəyə fikir verirsiniz?
Bunları qeyd elədik. Bir də Arktik səhrada rütubətlənmə əmsalı vahiddən çoxdur. Yağıntı 140-dır, buxarlanma isə 100-dür. Buxarlanma qabiliyyəti. Ona görə bax, rütubətlənmə əmsalı da çoxdur. Burada buzluq səhradır. İqlimi Arktik, Antarktikdir. Bir də təkrar edirik, bir də ibtidai torpaqlar burada yayılıb. Fikir verin, bu da iqlim diaqramıdır bu ərazilərin. Bu şimal üçün, bu da cənub üçün, Antarktida üçün iqlim ərazisidir. Bu da xəritədə yayılmış hissələri göstərmişdir. Sonra təbii zonada sonrakı tundra zonası gəlir. Tundra zonası da əsasən fikir verək, Avrasiyanın şimal hissələri, Sibirin şimal hissələri, sonra Şimali Amerikanın şimal hissəsi, Avrasiyanın şimal hissəsi tundra və meşə tundra zonalarına ayrılır. Burada əsasən qışı sərin, yayız dövründə isə alçaq otlar bitir. Sonra burada rütubətlənmə əmsalı yağıntı 300-dür. Burada da buxarlanma qabiliyyəti 200-dür. Burada da rütubətlənmə əmsalı 1-dən çoxdur. Burada şam ağacları, küknar ağacları daha çox üstünlük təşkil edir. Burada iqlim diaqramı da fikir verin. Şimali Amerikada, İslandiyada və Sibir bölgəsində iqlim diaqramlarıdır. Tundra, meşə tundra zonasının subarktik iqlimdə yerləşir. Torpaqları tundra qileyli, tundra bataqlıq ümumiyyətlə torpaqları ilə yayılmışdır. Bu da tundranın əsas belə deyək, xaricdən görünüşü. Sonra tayqa zonası. Tayqa zonası da mülayim enliklərdə meşə zonasıdır. Avropanın orta enliklərində, Sibirdə, Sakit Okean sahillərində, ABŞ-ın şimal-şərqində, ABŞ-ın şimal-şərqi, sonra burada tayqa meşələrində, Sibir ərazisində, sonra biz burada Avropanın orta enliklərində, orta hissələrində, Norveç ərazilərində bunlar uyğundur. Burada da Kanadada uyğundur. ABŞ-da da, ABŞ-ın şimal-şərqi, Kanada, cənubu bu örtüyü ilə əsasən var. Burada soyuğa davamlı iynəyarpaqlı ağaclar, digər adı ilə tayqa meşələri yayılmışdır. Burada görürsünüz, iynəyarpaqlı meşələrdir, tayqa meşələrdir. Və burada əsasən torpağı podzol torpaqdır, mülayim enlikdə yerləşir, tayqadır. Rütubətlənmə də yenə də 1-dən çoxdur. 350 yağıntıdır, 300 buxarlanma qabiliyyətidir. 1-dən çoxdur rütubətlənmə əmsalı. Bu da bunun diaqramıdır. Sonra enliyarpaqlı və qarışıq meşələr. Enliyarpaqlı qarışıq meşələr də əsasən deməli daha çox yayılmışdır. Bu yağıntıların çox olduğu ərazilər üçün səciyyəvidir və burada Şimali Amerikada, şərq hissəsində Avropanın əsas hissəsini əhatə edir və burada həm enliyarpaqlı, həm də qarışıq, həm də belə deyək, keçid zonada olduğu üçün iynəyarpaqlı meşələr də olur. Enliyarpaqlıdan məsələn palıd, cökə, fıstıq, ağcaqayın çoxdur. Qarışıq meşələrdə keçid zonası oynayır. İndi burada qarışıq meşələrin mülayim enliklərdə çimli podzol torpaqları vardır. Bu da iqlim diaqramıdır. Fikir verin, şimal istiqamətdə verilən iqlim diaqramlarıdır. Sonra çöl zonasına baxaq. Çöl zonası, meşə çöl zonaları əsasən ağac və koluqlardan ibarətdir. Burada Şimali Amerikada, bura Periri adlanır. Rusiya ərazisində, Qazaxıstan ərazisində step, Cənubi Amerikada isə pampa adlanır. Burada da çöl zonasında rütubətlənmə əmsalı 700-800, 1-dən aşağıda 400-600 arasında çöl, mülayim subtropikdə yerləşir, tək mülayimdə yerləşmir və qara şabaldı torpaqlarla əhatə olunmuşdur. Rütubətlənmə əmsalı da 1-dən aşağı hesab edilir. Sonra səhra və yarımsəhra təbii zonalarına baxaq. Əsasən burada mülayimin və subtropik qurşağında yerləşən səhralar və yarımsəhralar zonasıdır. Burada əsasən bitki baxımından kasıbdır. Burada dəvə tikanı, yovşan, şoran, tikanlı kollar burada daha çox bitir. Səhralarda bəzi yerlərdə su səthə yaxın yerləşəndə vahələr adlanır, palım ağacı bitir və burada çəmənlik olur.
Bu da səhralıq zonasının əsasən iqlim diaqramıdır. Rütubətlənmə, yağıntı 150 olur, buxarlama qabiliyyəti isə 1200 olur, yəni çox aşağı olur rütubətlənmə əmsalı. Ya səhra, yarım səhralarda subtropik mülayimdə boz qonur, boz çəmən torpaqları ilə əhatə olunmuşdur. Gəlin indi səhralara baxaq. Məsələn, 1-də Saxara səhrasıdır, 2-də Liviya səhrasıdır, 3 Namibiya səhrasıdır, 4 qərbi belə deyək də böyük səhra, 5 Danakil səhrasıdır, Danakil, 6 Rübəl Xalit səhrasıdır, 7 Nəfud, 8 Suriya səhrasıdır, 9 İran ərazisində Lut, 10 Dəşti Kəbir, Dəşti Lut, Dəşti Kəbirdir. Dəşti Lut aşağıda, Dəşti Kəbir yuxarıdadır. Sonra 11 Qaraqum, 12 Qızılqum burada yerləşir. 13 Təklə Məkandır. 14 Qobi səhrasıdır, fikir verin. 15 Tar səhrasıdır. 16 Böyük Qumlu səhradır. 17 Hipson, 18 Böyük Viktoriya, 19 isə Sipson səhrasıdır. 20 Kalaxaridir, 21 Namib səhrasıdır, 22 Patagoniya yarım səhrasıdır, 23 Atakama səhrasıdır, 24 Sonordur, Kaliforniya ərazisində, 25 Mojave, 26 isə böyük hövzədə yerləşən səhralar bura daxildir. Zodyarpaqlı meşə kolluqlar bu isə əsasən subtropik iqlimdə yerləşən qəhvəyi torpağa malik olan zodyarpaqlı meşə. Burada da yağıntıların miqdarı 900, buxarlanma qabiliyyəti isə 1100-dür. Əsasən hansı ərazilərdədir? Şimali Amerikanın Kaliforniya ştatı ərazisində, ondan sonra Aralıq dəniz sahillərində, fikir verin, İtaliya, İspaniya, ondan sonra Afrikanın şimal Atlas dağları ətəklərində daha çox yayılıb. Cənubda Cənubi Amerikanın cənub-qərbi, Avstraliyanın cənub-qərbi, bir də ki, burada mərkəzi hissələridir. Nallar düzənliyinin şərq hissəsidir. Burada iqlim diaqramı əsasən budur. Subekvatorialda və Cənubi Avropa Aralıq dəniz vilayətində bu yerləşir. Savanna seri meşələr burada 1200-1500 arasıdır. Rütubət əmsalı. Savanna seri meşə subekvatorial ərazidə yerləşir. Qırmızı qonurdur torpağı. Əsasən rütubətli yay dövründə təbiət canlanır. Ağaclar yaşıllaşır. Sıx ort örtüyü olur. Şimal yarımkürəsində quraq dövrü isə qışa düşür, təsadüf edir. Savanna və seri meşə zonasında əsasən qismən qış dövründə otlar quruyur və ağacların yarpaqları tökülür. İndi burada daha çox hansı ərazilərdə yayılıb baxaq. Burada Braziliya yaylası ətrafında, Orinoco yaylası, ovalığı ətrafında, ondan sonra fikir verin Afrikanın Çad hövzəsi ətrafı, burada Somali yarımadası, Şərqi Afrika yaylası, Konqo hövzəsinin cənub hissələri, burada Hindistanda, Hind-Çin yarımadasında, Avstraliyanın şimal yer, Cape York, Arnhem yarımadası və şimal-şərq hissələri bura daxildir. Bir də rütubətli ekvatorial meşələr var. Rütubətli ekvatorial meşələrdə rütubətlənmə əmsalı 2500, 2000, buxarlama qabiliyyəti 2600, 1200 belə deyək də bu arası dəyişir. Bunlar vahiddən belə deyək çoxdur. Burada demək olar ki, sıx cəngəlliklər, ağac sarmaşan ağaclar, lianalar, keçilməz belə deyək uzunluğa malik olan, 80 metrə malik olan şeyba ağacı da bitir bu ərazilərdə. Əsasən fikir versə ekvatorial ərazilər Amazon hövzəsi və Braziliyanın bir hissəsi, Konqo hövzəsi və Qvineya körfəzi sahilləri, bir də Cənub-Şərqi Asiya ölkələrinin yerləşdiyi İndoneziya, Sumatra adalar birliyi bura daxildir. Burada əsasən ekvatorial iqlim qurşağında yerləşir. Qırmızı, sarı ferro-laterik torpaqlar ilə əhatə olunmuşdur. Bir də ekvatorial meşələrdə çox yaruslu, çox mərtəbəli ağaclar var.
Sarmaşan bitkilərdən lianalar adlanır, yadınızda saxlayın. Birinci yarusun hündürlüyü 60 metrə çatan nəhəng ağaclardır. İkinci yarus 20-30 metr, üçüncü yarus 10-20 metr, dördüncü yarus da 2-3 metr kol və aya döşəyi belə deyək ağaclarla ibarətdir.